Qarabağ torpaqlarını ziyarət elədim. İnan deyirəm, bax, tüküm biz-biz olur. Xocalı qətliamında o vaxt uşaq idim. Ailəmizdə bir kədər var idi. Bizim ailədə kimsə gülmürdü. Babam da, atamın atası da müxtəlif vəzifələrdə işləyib Sovet vaxtından və kəndi topladı, bir miting oldu. O vaxtı kəndin baş mollası idi, məktəb direktoru idi, kəndin ağsaqqalları idi. Dedilər ki, biz necə yardım eləyə bilərik? Lazımdırsa gedək döyüşək, övladlarımızı göndərək. Lazımdır pul yığaq göndərək. Necə lazımdır? Və babam Azərbaycanın yetkililəri ilə, sorumluları əlaqəyə keçdi. Dedi ki, bugün biz sizi fiziki olaraq qəbul edə bilmərik. Sərhəd var, başqa ölkənin mənsubusunuz və s. Siz bizə maddi dəstək göstərin, yetər. Və bayaq dediyim ağsaqqallar bunu apardı, təslim elədilər. Sonra qayıtdılar və bizim kənddə toy olmadı. Bizim kənddə uzun müddət toy olmadı. Mən də bu havada böyüdüm, bu durumda böyüdüm. İçimdə bir sevgi var idi bu torpaqlara, Qarabağ torpaqlarına. İçimdə bu arzular var idi. Elhamdülillah bir gün Azərbaycandan mənə bir dəvətnamə gəldi. Gürcüstandakı böyük elçi tərəfindən ki, biz səni misafir eləmək istəyirik. Gedəsən, o torpaqları görəsən. Bəlkə də həyatımda desəm ki, 10 dənə ən sevindirici xəbər almışamsa, bu ilk 5-də idi bu xəbər. İlk 5-də idi.